Salam əziz şagirdlər, bugün 26 aprel 9-cu sinif buraxılış imtahanının 3-cü zona suallarına baxacaq. Baxay 57-ci suala. 57-ci sualda fx 4a-16x kvadrat, gx 2a-2x kvadrat funksiyasının qrafikləri verilmişdir. A-nın ala biləcəyi tam qiymətlərin cəmi. Qrafikə də baxaq. Deməli, qrafikdə parabolanın qolları yuxarıdır. Parabolanın qolları yuxarı olduğuna görə, deməli, x kvadratın qabağında olan əmsallar müsbət ədədlərdir. Deməli, 4a minus 16 böyükdür 0, 2a minus 2 də böyükdür 0 olmalıdır. 4a böyükdür 16-dan, a böyükdür 4-dən, 2a böyükdür 2-dən, a da böyükdür 1-dən. Həm 4-dən, həm də 1-dən, yəni qısacası ədədimiz 4-dən böyüklər olmalıdır. İkinci qalda baxay funksiyaya. Fx funksiyasının qrafiki gx-ə nisbətən y-dən daha uzaq yerləşir. Biz demişik ki, y-ə daha yaxın yerləşən funksiyanın qrafikini böyük olur. Modulca böyük olur. Deməli, biz yazacaq ki, modulda 2a minus 2 böyükdür. Modulda 4a minus 16. Bunlar ikisi də müsbət ədəd olduğuna görə, yəni bunu modulda daha hesablamaya, yəni əgər qollar aşağı olsaydı, əksinə yazardıq. Qollar yuxarı olduğuna görə elə olduğu kimi yazırıq. A-lar bir tərəfə, ədədlər bir tərəfə aparaq. 14 böyükdür 2a-dan, 7 böyükdür a-dan. Deməli, ayımız 7-dən balaca 4-dən böyükdür. Deməli, bu ayımız edir 4-7 intervalı. 4-7 intervalı deyir, qiymətlərin cəmindən burada 5-dən 6-nın cəmini istəyir 11. Davam edək 58-ci sualımıza. Sistem tənliyi hesabı x minus 2y mənfi 3-dür. 4x plus 3y bərabər mənfi 12. Dəqiqlər sistemini həll edin. Yuxarını mənfi 4-ə vurub, sonra toplayacaq. Mənfi 4x üstəgəl 8y bərabərdir 12-yə. 4x üstəgəl 3y bərabərdir mənfi 12. Toplama edək. X-lər getdi. 11y bərabərdir 0-a, y də elədir 0. Y 0-dır. Gedək y-in yerinə qoyaq. X minus 2y bərabərdir mənfi 3-də. X də alınır mənfi 3. Elədir mənfi 3, 0. Bu bizim cavabımızdır. Baxay növbəti 59-cu ədəd. 59-cu sualda deyir ki, qarışıq ədədi müəyyən et. Qarışıq ədədi müəyyən etmək üçün qarışıq ədəd nə deməkdir? Tamlı olan ədəd. Tamlı olan burada A variantı deyil, B deyil, C deyil. D-də tamlı olan ifadə D variantı 59-da doğru cavabdır. 60. İlk 100 ədəd içərisində nə 2-yə, nə də 5-ə bölünsün. Deməli, ilk 100 ədəd 1-dən 100-ə qədər ədədlər içərisində 100 ədəd ədəd var. Bunlardan nə 2-yə, nə 5-ə göstərmişəm. Mən həm 2-yə, həm 5-ə, yəni A çoxluğunu 2-yə bölünənlər, B çoxluğu ilə 5-ə bölünənlər işarə ediləsək, deməli, mən 100-dən çıxıram N, A birləşir B-ni. Bundan çoxluğun qaydasını eləyəcək. Çoxluğun qaydasına görə N, A üzərinə gəl NB bərabərdir N, A kəsir B. Üzərinə gəl N, A birləşir B. Deməli, A2 ilk 100 ədəd arasında 2-yə bölünənləri tapmaq üçün ilə 100-ü bölürəm 2-yə. 50 dənə 2-yə bölünən. Deməli, bu oldu ayımız. 100-ü bölürəm 5-ə. Belədir, 20 dənə 5-ə bölünənlər. Yəni, həm 5-ə bölünən, həm 2-yə bölünən ədəd nədir? 10-a bölünən ədəd. Deməli, mən 100-ü də böləcəm 10-a. Burada da 10 dənə həm 5-ə, həm 2-yə bölünən ədəd var. İndi yerinə yazaq. 50 üzərinə gəl 20 bərabərdir 10, üzərinə gəl N, A birləşir B-yə. N, A birləşir B bizim üçün elədir 60. Bizdən də istəyirdilər 100-dən N, A birləşir B-ni çıxacaq. 100-dən də 60-ı çıxacaq. 100 çıxılsın 60. Bu da bizə verdi 40. Deməli 40 dənə kəşmə var. Nə 2-yə, nə də 5-ə bölünən ədəd var. Kiçik növbəti 61-ci sual. 9A üzərinə gəl KB bərabərdir 9 vursun A üstə gəl B. Buradan da alınır 9A üzərinə gəl K vur B. Bunu açaq. Yəni hissə vuraq. Bərabərdir 9A üzərinə gəl 9B. 9A'lar getdi. KB 9B'dir. Deməli K'yımız 9 imiş. 62-ci sualımız.
Paralelogramın kör bucağı iti bucağını 2 dəfə böyük. Demişik ki, iti ilə körü toplayarkən 2 bucağın cəmi 180 verir. Deməli, birinə x deyək, birinə də 2x desək, 180 alarıq. 3x 180'dır, x 60'dır. Deməli, bir bucaq 60'dır, digər bucaq 120. Demiş ki, paralelogramda gəlin yazaq. Bir bucaq 60, bir bucaq 120. Deməli, bu da bunun qarşı bucağıdır, bərabər olduğuna görə bucaqlar bu formada yerləşir. 60, 120, 60, 120 yerləşir. 63-cü sualımız. 0,6 vurulsun x plus 4 bərabərdir. 0,8 vurulsun 12 minus x. Vurub açırıq. 0,6x üstünə gəl. 2,4 bərabərdir. 9,6 çıxılsın 0,8 x. X'lər bir yana, ədədlər bir yana. 0,6x üstünə gəl. 0,8x bərabərdir. 9,6 çıx 2,4. 1,4x bərabərdir. 7,2'ye. X bərabərdir. 7,2'ni bölürük 1,4'e. X'lər eləyir 0,2. 36 bölünsün 7'ye. 36'ını da 7'ye böləndə uşaqlar 5,7'də 1 eləyir. Davam edək növbəti sualımıza. 64-cü sual. 3y minus 2 bölünsün 4 çıxılsın 3 minus y bölünsün 5. Üstə gəl 3 bərabər 0. 4 ilə 5 üçün ortaq seçirik. Bölür 20. Göynən yazayım bunu. Hər tərəfi 20'ye vururam. Bunu da vururam 20'ye. Bunu da vururam 20'ye. Bunu da vururam 20'ye. 0'ı da vururam 20'ye. 20 ilə 4'ü ixtisar elədik. Qaldı burada 5. 5 vurulsun 3y minus 2. Çıxılsın. 4 vurulsun 3 minus y. Üstünə gəl 60 bərabər 0. Açayım bunu. 15y çıxılsın 10. Çıxılsın 12y. Üstünə gəl 4y. Üstə gəl 60 bərabər 0. 15y, 12y, 4y. Bölür 19y. Burada y olmuram. 19y. Çıxılsın 22. Üstünə gəl 60 bərabər 0. 19y bərabərdir. Mənfi 38'e. Y də elədir mənfi 2. 65. Üçbucağın daxili bucaqların cəmi 180'dir. 180 olduğuna görə 1 əgər 149 ise 180'dan 149'a çıxırıq. Bu da edir 31 dərəcə. 66. 18x kub y bölünsün 5 z üstü 4'e. Vurulsun 25 z bölünsün 9x kvadrat y. Ixtisar eləyik. 18'den 9 ixtisar eləyərik. X kubu ilə x kvadratını ixtisar eləyir. Burada 1x qaldı. Y-dən y də getdi. 25'den 5 ixtisar eləyir. Burada 1, burada 5. Z ilə z üstü 4 apardı. Burada z kub. Deməli, yuxarıda qaldı 2, 5 və x. Yəni 10x. Aşağıda da z kub. Sahəsi 96, diagonallar nisbəti 3/4 olan rombun hündürlüyünü tapın. Deməli, diagonallar 3/4, 3x biri 4x. Yazıram 2'də 1 vurulsun 3x vur 4x bərabərdir 96. 4 ilə bu getdi, qaldı ki 6x'in kvadratı 96'dır. X kvadrat bərabər 16. X də elədi 4. Deməli, diagonallardan biri 12'dir, digəri 16'dır. Diagonallar tapandan sonra buna müxtəlif cür yanaşma olur. Kısa yol, yəni hündür düstur bilirəmsə h bərabərdir. D1 vurulsun D2 bölünsün kök altında D1 kvadrat plus D2 kvadrat. Yəni belə bir düsturumuz var hündürlüyü üçün. Bu düsturdan istifadə edib yazırıq. 12 vurulsun 16 bölünsün kök altında. 12'nin kvadratı üstə gəl 16'nın kvadratı. Bölür 12 vur 16 bölünsün 20'ye. 16 ilə 2 7 qaldı burada 8. 9,6 elədi cavabımız. Bu bir yolumuz. Daha sonra biz nə edə bilərik? Birinci üsula bilərik. İkinci üsula baxaq.
Yəni həmin o düstura bilməyənlər üçün əlbəttə ki, bu üsulu yazır. Romb çəkirik. Biz bilirik ki, rombun diaqonalları perpendikulyardır. Və diaqonallar kəşmə nöqtəsində yarıya bölünür. 16-dırsa diaqonal bölünür 8, 8-ə, 12-dirsə bölünür 6. Diaqonal perpendikulyar olduğuna görə 6, 8, 10. Yəni Pifagor elədi burada. Yəni 6-nın kvadratı üstünə gəlir 8-in kvadratı bərabər A-nın kvadratı. A da elədi 10. Yəni rombun tərəfi artıq 10 olduğunu tapdıq. Rombun tərəfi 10-sa sahələrin bərabər S1 bərabər S2 eləyərik. Rombun sahəsi 96-dır və tərəflə olan sahə AH-dır. Yəni 10 vurulsun H-a 96-dır. H-ımız da 9,6 eləyəcək. Yəni bu tərəfdən də buna yanaşa bilərsiniz. 68. Fəhlə 1242 detal hazırlanan sonra onun aylıq planının 54% qaldı. Fəhlənin aylıq planı neçə detal? Yenə də buna da iki cür yanaşa bilərsiniz. 1. Tənlik kimi eləyə bilərik. 2. Tənasüb kimi. Deməli 1242 hazırladı və 54% qaldı. 54% də hazırlamalıdır ki, tam qutarsın. Deməli bu eləyir 0,46x bərabərdir 1242. X-i tapanda 1242-ni bölürük 0,46-ya. X eləyir bizim üçün 2700. Və yaxud belə də yanaşa bilərsiniz. İkinci üsulu yazaq. 1242 elədi. Hələ 54% qalıb. Deməli 1242 46%. Yazarıq 100%. 100% X-dir. X-i tapırıq. 1242-ni vururuq 100-ə. Bölürük 46-ya. X da buradan yenə də bizə verir 2700. Ee, 69-cu suala baxaq. 5 bölünsün 4 bərabərdir 3 bölünsün 2x. Çarpaz vuraq. 10x bərabərdir 12'ye. X eləyir 1,2. Deməli x-imizin cavabı 1,2. Bu da D variantındadır. 70-ci sualımıza baxaq. 5 minus 4x kiçikdir -7 çıxılsın 5x. Əksər bir yana ədədlər bir yana. -4x, -5x gəlir müsbət 5x kiçikdir -7 çıx 5. X kiçikdir -12-dən. Bəzən uşaqlar bunu qarışdırırlar. Deyir, x -12-dən kiçikdir. Baxın, -12 burada bir qeyd elədik. -12-dən kiçikdir bu tərəfdir. Bəzən uşaqlar -11 götürür, amma -11 yox, -13 götürürük A variantı. 71. Kubun bütün tilinin uzunluğunu 7 dəfə artsa onun həcmi. Kubun həcmi A kubdur. Til əgər 7 dəfə artırsa, həcmi 7-nin kubu dəfə artacaq. Yəni 343. 72. Kök altında 12 plus 4 kök 5 vurulsun kök altında 12 minus 4 kök 5. Bu hansı düsturdur? A üzərinə gəl B vurulsun açıq B bərabər A kvadrat çıx B kvadrat. İndi kökün altında tətbiq edirik. Kök altında 12'nin kvadratı çıxılsın 4 kökdə 5'in kvadratı. Bu da eləyir 144 çıxılsın 80. Bu da eləyir 144'dən 80 çıxanda 64. Bu da bizə verir 8. 73-cü sual. Çevrədir. Mərkəzi biraz çevrə pis oldu. Üzr dilərim. AOC 104'tür. Bizə deyir ABC-ni tapın, X-i tapın. Mərkəzi bucaqdır, sökəndi qövsə bərabərdir. Burada 104'tür. Ümumi çevrə 360 olduğuna görə 360'dan 104'ü çıxırıq. Bu bizə verir 256. Əgər bura ümumi 256 ise bu daxilə çəkilmiş bucaq olduğuna görə X tapanda 256'nı bölür 2. Bu da eləyir 128 dərəcə. 74-cü sualımız. A-nı verib, B-ni verib. İfadə bu toplada olan sualdır. Fikir verirsinizsə. A kvadrat üzərinə gəl 2AB üstə gəl B kvadrat çıxılsın 7A çıx 7B.
A üzərinə gəl B-nin kvadratı müxtəsərdir bu. Buradan da 7-ni çıxardıram. A üzərinə gəl B. Gəlin A üzərinə gəl B-ni tapaq. 4 tam 13'də 5 üzərinə gəl 2 tam 13'də 8. B eləyir 6 tam 13'də 13. Yəni 7 tam. A üstə gəl B-nin yerinə 7 yazırıq. 7'nin kvadratı çıx 7 var 7. 49 çıxılsın 49. Bu da bizə verir 0. 75-ci sual. Otaqda olan şagirdlərin orta imtahan balı 74-dür. Otağa balı 94 olan bir şagird gəldi. Nəticədə otaqdakı şagirdin orta balı 79-a yüksəldi. Əvvəlcə otaqda neçə şagird var idi? Deyə otaqda x şagird var. X şagird var. Onların ballarının cəmidə adı. Deməli, x şagird var, cəmi adı. Deməli, A-nı bölürəm x-ə, bu bizə verir 74. Deməli, buradan alınır ki, ayımız, bunların balları cəmi 74 vurursan x-imiş. Otağa balı 94 olan bir şagird gəldi. Bu 74 x-in üzərinə nə edirik? 94'ü gəlirik. Və bölürük ümumiyə x üstə gəl 1-ə. Bir şagird artdı deyə artıq şagird sayı x yox, x plus 1 oldu. Və orta bal 79 elədi. Çarpaltı, tənasüb altından bir çəkirik, tənasüb kimi vururuq. 74x üstünə gəl 94 bərabər 79x üstünə gəl 79-a. Buradan alınır 79x çıxılsın 74x bərabərdir 94 çıxılsın 79. Buradan alınır ki 3x bərabərdir 94'dən biz 79'a çıxırıq. Qalır bizdə 15. X bərabərdir 5. Əvvəlcə otaqda 5 şagird varmış. 76. Ondan kiçik mürəkkəb ədədlər çoxluğu ailə. Ondan kiçik mürəkkəb ədədləri ailə istəyirik. Ondan kiçik mürəkkəblər istəyirik. Baxın, bir nə sadə, nə mürəkkəb. Bunu keçirik. Bizim mürəkkəblərimiz 4, 6, 8, 9. Ondan kiçik mürəkkəb ədədlər deyirsə, deməli 10 daxil deyil. Bunlar orada mürəkkəblər. B çoxluğu isə eləyir 1, 2, 4, 10. Birləşməsi element sayı. Gəlin A birləşir B-ni tapaq öncəliklə. 1, 2, 4, 6, 8, 9, 10. Birləşmə məsələn 1, 2, 3, 4, 5, 6, 7. Deməli N A birləşir B bərabərdir 7-yə. 77. Adların yazır C, D, Y, F, A, B. Bunlar hər bir açıq bucağı mənə gətirir. Yəni C-də düz xətti 180 dərəcə olacaq. YF, YOF 180, AOB 180. Bunları bilək. AOC 24. Buraya 24. FOD 46'dır. Bura 46'dır. YB bucağını istəyir. Buranı istəyir. Fikir verin, buranla bura qarşılıq budur, düzdürmü? Əgər bu 46-dır, burada 46-dır. Bu ümumi cəm 180-dır. Yazıram 24, üstə 46, üstünə gəl x bərabər 180-dir. 24 üstə 46 gələndə bizə verir 70. 70 üstə gəl x 180-dir. X-i tapanda da 180-dən 70 çıxırıq 110 dərəcə. Bizim bucağımız elədir 110. Şey 78. Artıq ətraflı suallarımızdır. A nöqtəsi eyni zamanda iki müxtəlif çevrə üzrə hərəkətə başlayır. İki müxtəlif çevrə üzrə hərəkətə başlayır. Nöqtələrin biri 36, digəri deməli, burada iki müxtəlif çevrə üzərində A nöqtəsi var. Bir çevrə bu, bir çevrə bu. Burada A nöqtəsi var. Biri hər 36 saniyədən bir fırlanır buranı. Məsələn, 36 saniyə buradan başlayır. 36 saniyədən sonra gəlir bura. Sonra 72 saniyədə, sonra 108 və s. Digəri isə hər 63 saniyədə. Yəni bu 63-də gəldi, 126-da gəldi, 189-da gəldi. Bu formada davam edir. Bu normal bizim əküp sualımızda. Burada tapacağıq əküp 36, 63. Ortaq bu 4
vur 9'du. Bu isə 7 vur 9'du. 9'u çıxardırıq çölə. 9 vurulsun əküb. 4 ilə 7. Bu da elə 9. 4 ilə 7 qarşılıq hissədə olduğuna görə vurulsun 4, vurulsun 7. Yəni 9'u vurur 28'e. 9 və 28'de bizə verir 252. Cavabımız oldu 252 saniyə. Lazım olan müddəti qeyd edin 252 saniyə. Saniyəni də qeyd edin inşallah belə suallarda. 79. 2 üç bucaqdır. Tərəfləri birinə paralel olan üç bucaqlar arasında qalan kənarlarına avədə olan aralarına mesela 5 metr olan ağaclar əkildi. AB, AC, BC-ni verib, DF verib, neçə hər ikisinə əkilir. 2 üç bucaq iç-içə. Buradan yazaq. Bir üç bucağı, bu da ikinci üç bucağı iç-içə. Deməli, bura 120'dir. Bura 90'dır. Bura 150'dir. DF buranı da verib 30. Bunlar paralel olduğuna görə deməli bu üç bucaqlar oxşardır. Oxşardırsa deməli K-mızı tapaq. K-nı tapanda 90'ı bölürəm 30'a. Yəni paralel tərəfləri. Belədir 3. Deməli 3 dəfə böyükdür. Deməli burada 150'dirsə bunu 3'ə bölürük. Bura eləyir 50. Bura 120'dirsə 3'ə bölürük. Bu da eləyir 40. Cəmi neçə ağac əkildi? Hər 5 metrdən bir əkilibsə ağac. Deməli biz nə edirik? Bunları toplayarıq məsafələri. Bölərik 5'ə. Deməli 120 üzərinə gəl 90, üzərinə gəl 150. Bizə verir 120, o da 90, bizə verdi 210, 210 o da 150, 360. Hər 5 metrdən ağac əkilirsə 360'ı bölürəm 5'ə, 72 ağac burada əkildi. Digərinə davam edək. 40, 30 və 50'ni toplayırıq. 40 üstə 30, üstə 50. Bu 70, o da 50, 120. 120 də hər 5 metrdən bir əkilir. 125'ə bəndə 24 ağac əkilir. Cəmi neçə ağac əkilir? 72 üstə 24 gəlirik. 96 ağac əkilib. 80-ci sual. Eyni koordinat müstəvisində x plus 3'ün kvadratı üstə gəl y plus 2'nin kvadratı bərabər 16 və x minus 5'in kvadratı üstə gəl y minus 4'ün kvadratı bərabər 9 tənkləri vermiş. İki çevrənin hərəsindən bir nöqtə götürürsə, bu nöqtə arasında ən böyük məsafə. Deməli, birinci çevrəmizi yazaq. X plus 3'ün kvadratı üstünə gəl y plus 2'nin kvadratı bərabər 16. Çevrənin mərkəzi -3, -2, radiusu 4'dür. İkinci çevrəmizi yazaq. X minus 5'in kvadratı üstünə gəl y minus 4'ün kvadratı bərabərdir 9. Çevrənin mərkəzi 5, 4, radiusu 3'dür. Gəlin çevrəmizi quraq. Bir çevrə buradadır. Deyək, bir çevrə də buradadır. Mərkəzləri buradadır. Bir çevrənin mərkəzi -3, -2, digər çevrənin mərkəzi isə 5, 4'dür. Bizdən istədiyi nədir? İkinci çevrənin hərəsində bir nöqtə, bu nöqtə arasında ən böyük məsafə. Deməli, çevrənin mərkəzi arasında məsafə budur. Doğru mu? Ən böyük məsafəni istəyirsə, əlbəttə ki, biz bu radiuslar, ən uzaq məsafə bu mərkəzdən bura qədər olan məsafə olacaq. Deməli, biz bu iki nöqtə arasındakı məsafəni tapıb, üzərinə radius, bunun radiusu 4'üdür. Digər radiusu da 3'üdür. Bunları gəlməliyik. İki nöqtə arasında məsafənin düsturu buydu ki, kök altında x1 minus x2'nin kvadratı üzərinə gəl y1 minus y2'nin kvadratı düsturunu istifadə edəcək. Bu da eləyir kök altında -3 çıxılsın 5'in kvadratı üzərinə gəl -2 çıxılsın 4'ün kvadratı. Bu da verir kök altında. -8'in kvadratı edir 64, 6'dan 36. Belədir 10. Deməli, bu məsafəmiz 10'dur. Buradan 4 var, buradan 3 var. Ən maksimum məsafəni istəyir, ən çox məsafəni istəyir. 10 üstünə gəl 7, bizə məsafə verəcək 17. Cavabımız 17 olacaq. Birdən deyə bilərsiniz ki, müəllim, ən kiçik məsafə istəsəydi artıq bura olacaqdı. İşarəliyim qara ilə. Ən kiçik məsafə istəsəydi bura olacaqdı. Bu zaman onun içində bu 4 də var, 3 də var. Ondan 4 və 3'ü 7'ni çıxacaqdıq. Məsələn, 3'ü alacaqdıq bura. Ən kiçik məsafə bu cür, ən böyük məsafə də bu cür tapılır. Və sonuncu sualımız 81-ci sualımıza baxaq. Məxrəci 7'dən böyük, 31'dən kiçik natural ədədlər. Yəni, məxrəci
7-dən bölək, yəni 8-də başlayacaq. 31-dən kiçik, yəni 30-a qədər. Yəni qısacası 7, 31 ikisi də daxil deyil. Olan sürəti isə 1 olan adi kəsr verilmişdir. Bu kəsrdən təzə seçilmiş birinin sonlu olmaq. Aha. Baxaq burada neçə dənə kəsr var. 31-dən 7-ni çıxırıq, bir də 1-i çıxırıq. 31-dən 7 24, 24-dən də 1 çıxanı belədir 23. Deməli bizim 23 dənə kəsrimiz var. Sonlu istəyir. Sonlu olması üçün demişim məxrəc 2 və ya 5-in və yaxud 2 və 5-in ikisinin birlikdə hansından ibarət olmalıdır. İndi 8 7-dən sonra 8 ödəyir. 9 ödəmir, 10 ödəyir, 11 ödəmir, 11, 12, 12-də 3 var ödəmir, 13 ödəmir, 14 ödəmir, 15 ödəmir, 16 ödəyir, 17 ödəmir, 18 ödəmir, 19 ödəmir, 20 ödəyir. 20-dən sonra 21, 22, 23, 24, 25 ödəyir. 26 ödəmir, 27 ödəmir, 28, 29, 30 da ödəmir. Deməli neçə dənə kəsir? 5 dənə. Ümumi hal 23, 55-də 5. Ehtimalləri 23-də 5. Hassasına ehtimalını tapın 23-də 5. Bu qədər şagirdlər.